Tamaşaçılarımız, biz bu günlərim Zərdab rayonunun Təzəkənd kəndində iki gözəl ziyalı müəllimimizin evində qonağı. Xoş gördük müəllimlər. Hoş geldiniz. Necəsiz? Çok sağ olun. Yaxşı. Müəllim, özünüzü təqdim eləyin. Rəhim Rövşən Kazımoğlu. 1947-ci ildə Zərdab rayonunun Şıxbağ kəndində anadan olmuşam. Nə gözəl. Mənim neçə il fəaliyyətdə olmusunuz? 45 il müəllim fəaliyyətində olmuşam. Hansı məktəblərdə dərs demisiniz? Şıxbağ kənd orta məktəbində, Qarabəlli kənd orta məktəbində, sonra Təkcəboy kəndin orta məktəbində əvəzedmə dərsləri demişəm. Sonra rayonda bir məktəblərdə müəllim olmayanda gedib onu dərs demişəm. Çox gözəl. Müəllim, siz özünüzü təqdim eləyin. Mən Məmmədova Məhbubə Cəfər qızım 1953-cü ildə Zərdab rayonunda Ziyalı Aynada anadan olmuşam. Çox gözəl. 1975-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu qurtarmış və həmən ildən də müəllimlik fəaliyyətinə başlamışam. İlk müəllimlik fəaliyyətinə Zərdab rayonunun Albəyli kənd orta məktəbində başlamışam. Çox gözəl. Orada bir il işlədikdən sonra siz neçə il fəaliyyət olmusunuz? Mən də 45 il müəllimlik fəaliyyətində olmuşam. Çox gözəl. Mənim neçə evladınız var? 3 evladımız var. Adları? Narıngül, Mehriban və Elçin. Neçə nəvəniz var? 12 nəvəmiz vardır. Yolunuzu davam elətdirənlər var? Bəli. Nəvələrinizdən, evladlarınızdan? Evladlarımdan ikisi, nəvələrimdən də biri. Allah sağ olasın. Bax, Rövşən müəllim çox bir məktəblərdə fəaliyyət göstərdiyini dedi və burada təşəkkürnaməsi var müəllimimizin burada. Müəllim, biz də təbrik edirik sizi və müəllimin ən böyük uğuru onun yetişdirdiyi şagirdlərdir və sizin də indiyənə qədər bir çox şagird yetişdirmişsiniz. Həkimlər, hansısa bir hakim, vəkil və müəllimlər yetişdirmişsiniz və o şagirdləriniz haqqında bizə məlumat verərdiniz. Deməli, mən bir il Albəyli kənd orta məktəbində işlədikdən sonra 1976-cı ildən 2000-ci illə qədər Şəfəli Qurbanov adına şəhər 2 saylı orta məktəbində ingilis dili müəllimi işləmişəm və bu işlədiyim müddətdə çoxlu yetişdirmələrimiz olmuşdur. Onlardan xarici ölkələrdə də yaşayanlar var, həkim olanı var, Orucov Məmməd Səxavətoğlu. Çox gözəl. Biz də buradan təşəkkürümüzü bildiririk o cür şagirdlərinizə ki, sizin kimi müəllimlərin əziyyətini itirməyiblər. Və Rövşən müəllim bildiyimizə görə riyaziyyat müəllimidir. Fənlərimizin ən şahı olan riyaziyyat müəllimidir. Müəllim, sizin şagirdləriniz haqqında biraz danışardınız. Məhsul vəzifədə olanlar var. İcra başçısı da olan olur. Nə gözəl. İndi sonra ordu generalı da var. Biz də buradan təşəkkürümüzü bildiririk sizin o şagirdlərinizə. Və müəllim, buradan öz şagirdlərinizə nə tövsiyə edə bildirərdiniz? Öz şagirdlərimizə? Ələlxüsus, mənə ən çox təsir eləyən şagirdlərimin biri cəbhəyə gedəndə 1-ci Qarabağ müharibəsində gəldi. Allah rəhmət eləsin bütün şəhidlərimizə, yerləri cənnət olsun. Və buradan gələcəkdə olan şagirdlərinizə ki, nə tövsiyə bildirərdiniz ki, gələcəkdə şagird? Və keçmişdə yenə də olan və gələcəkdə olan şagirdlərimizə birinci növbədə can sağlığı, çox sağ olun. Bu həyatın enişli çıxışlı yollarında güdürməməyi, həmişə bütün arzularının gerçəkliyə çevrilməsini, nə işləyirsə, vicdan işləyirsə.
Çox sağ olun. İnsanla namusla işləmələrini və Biz də təşəkkürümüzü bildiririk. Bizim üçün də xoş oldu sizin kimi iki ziyalı müəllimlə gəlib həmsöhbət olmağımıza. Çox gözəl. Allah sağ eləsin sizləri. Ömrünüz uzun olsun. Çox sağ olun müəllim. Rövşən müəllim çox sağ olun. Allah var eləsin sizi də. Təşəkkür edirəm. Zamanlarınızı çox var. sağ olun. Sağ olun.